Mağazalardakı qiymətlər və biz kassada ödədiyimiz qiymətlər eyni olmalıdır. Burada təbii ki, məsuliyyət həmin o mağazanın sahibinin üzərinə düşür. Buradakı məqam nədən ibarətdir? Ola bilsin ki, bu qiymət yarlıqlarının dəyişməsində mağaza menecmentinin biraz belə deyək də baş soyuqluğu, işini yaxşı görməməsindən ortaya çıxır. Xüsusən də şəbəkə marketlərdə qiymətlər kompüter sisteminə mərkəzləşdirilmiş həyata keçirilir. Amma indi ola bilsin ki, yerli mağaza işçilərinin o iş çoxluğu filan ya və yaxud da işlərinin yaxşı görməməsi bu yerlərdə etiketlərin dəyişməməsinə gətirib çıxarır. Yəni səbəb bundan ibarətdir. Orada başqa belə xüsusi səbəblər yoxdur. Amma mağaza borcludur ki, orada elan elədiyi qiymətlə məhsulu satsın və yaxud da məhsulu geri alsın. Əgər satmırsa, məhsula görə ödədiyi belə deyək də məhsulu geri almağa borcludur. Tutaq ki, məsəl üçün orada 3 manat göstərirsə, kassada 3 manat 50 qəpikdəsə, ya 3 manata satmalıdır ya da müştərinin ödədiyi 3 manat 50 qəpik geri ödəyib məhsulu geri almalıdır. Yəni bunun qaydası budur. O ki qaldı müştəri indi nə cür öz hüquqlarının bərpa edilməsi qaydasının. Burada 3 məsələ var. Birincisi, yaxşı olar ki, mağaza rəhbərliyi yerində bu məsələləri həll eləsin. Ya ucuz qiymətə müştəriyə məhsul satsın və yaxud da məhsulu geri alsın da. Yəni o alıcının tam hüququ var ki, məhsulunu geri qaytarsın. İkinci məqam burada nədir? Vətəndaş istehlak bazarlarında Nəzarət və Anti-İnhisar Dövlət Agentliyinə şikayət edə bilər. Burada İnzibati Tənzimləyici Qurum budur və həmin o qurum da Rəqabət Məcəlləsi çərçivəsində və digər qanunvericilik çərçivəsində həmin o mağaza barəsində tədbirlər görə bilər. Ya xəbərdarlıq və yaxud da nə bilim maliyyə intizamına cəlb edə bilər. Üçüncü məqam, bundan da müştəri narazı qalsa götürüb məhkəməyə şikayət edə bilər. Yəni qanunvericiliyin ardıcıllığı budur. İnzibati orqan İstehlak Bazarlarının Nəzarət Anti-İnhisar Dövlət Agentliyidir. Orada da narazı qalsa qərarda məhkəməyə müraciət edə bilər. Başqa bir variant yoxdur.